Bugün danışacağımız mövzu hamımızın gözlədiyi One Piece'in ikinci sezonunun birinci hissəsi. Doğrudanmı bu qədər gözlədiyimizə dəydi, yoxsa gözləntilərimiz çox yüksək idi? Gəlin üstündən addım-addım keçək. Birinci məqam. Əslində bu effektlərlə bağlıdır. Açığın desəm effektlər o qədər də abartılı deyil idi. Yəni nə qədər ki yaxşı olsa da ölçüyə biçiyə sığan bir effekt koordinasiyonu var idi. Wano arkında olduğu kimi hər şeyi anime kimi göstərməyə çalışmadılar. Hər əksinə real formatına uyğun, ağıllı şəkildə minimal amma effektiv vizuallar seçdilər. Bu da göstərir ki, prodüserlər artıq nəyin işlədiyini, nəyin ekranda çox görünəcəyini tamamilə dərk ediblər. Gəlirik ikinci məqama. İkinci məqamda burada əsasən ən gözəl səhnələrdən birini danışacağıq. Nə qədər ki, ən başda olmasa da, Nami və Zeusun eee, günəş tanrısı, saxta günəş tanrısına qarşı olan döyüşü həqiqətən də animasiya olaraq zirvədə ola bilər. Nami'nin bir video fikri də ağlıma gəldi burada. One Piece ikinci sezonun ən yaxşı səhnələri kimi bir videoda çıxara bilərik. Məsəl üçün, Lokin ortaya çıxması, Shamrock'un ortaya çıxması kimi şeylər bura aid edilə bilər. Əgər bunu istərsinizsə, aşağıdan şərhlər bölməsində qeyd edə bilərsiniz. Gəlirik Nami və Zeus səhnəsinə. Burada əsasən bu səhnə sadəcə vizual olaraq deyil, emosion olaraq da bir o qədər güclü idi. Burdakı detal onu göstərir ki, komanda kiçik şeylərə də diqqət yetirib və bu da fanları mənim fikrimcə razı salıb. Üçüncü məqam Lokidən danışa bilərik. Əslində düzünü desəm, Loki personajı bu sezonun şokedici sürprizlərindən biridir. Həm görünüşü, həm də davranışı manqadan birbaşa çıxmış kimi idi. Amma əsl ulduz onun səs aktyoru idi. Əslində o səs aktyoru bizə Jujutsu Kaisen'dən Gojo personajından bizə tamamilə tanışdır. Səsindəki o güc, o təhlükə hissi və eyni zamanda o qədim və mistik enerjik vibe tam Lokiyə görə bir seçim idi. Və nəhayət dördüncü məqama gələ bilərik ki, One Piece ikinci sezon part 2-də nələr gözlənilir? Manqaya əsasən, One Piece manqasına əsasən gələcək sezondan gözləntilərimiz Qabanın ortaya çıxması, Luffy və Qaban arasında baş verəcək o kiçik həcmli döyüş. Bu fanların illərdir gözlədiyi anlardan biri olacaq. Əslində hər bir yəni manqadan hər bir səhnənin animasiya edilib göstərilməsi fanların diqqət mərkəzindədir. Bundan başqa da God Valley hadisəsi, yəni Tanrı vadisi, türkcə desək Tanrı vadisi hadisəsi bizi gözləyir. Tanrı vadisənin başlanğıc səhnələri eyni zamanda One Piece'in ikinci sezon ikinci partında, yəni ikinci hissəsində olmağı gözlənilir. Bu One Piece tarixinin ən qaranlıq və ən vacib hadisələrindən biri olacaq. Loki'nin flashback'i God Valley arkı deyək artıq buna. Çünki 25 bölümdən çoxdur davam etmişdi manqada. God Valley arkı bizim üçün çox vacib bir ark olacaq və bu arkın başlanğıc səhnələri One Piece ikinci sezon ikinci partında göstərilməyə başlanacaq. Yəni nəticə olaraq part 1 güclü bir təməl qoyur, amma əsas sual da bunda ola bilər ki, part 2 bu səviyyəni saxlaya biləcəkmi? Mənim fikrimcə saxlaya biləcək, hətta gözləntiləri bir qədər də üstə çıxaracaq və God Valley arkı 2027-ci ildə ən çox gözlənilən arklardan biri olacaq. Sizin fikrinizcə bu sezon gözləntiləri doğrultdumu ya yox? Şərhlərdə yazın və kanala abunə olub like atmağı unutmayın.